Ermənistana 1 milyardlıq silah, Abbasov niyə susmuşdu? Azərbaycan 2-ci Qarabağ müharibəsində Ermənistan üzərində qələbə qazanmaqla yanaşı, qonşu ölkənin illər ərzində Qarabağda yerləşdirdiyi hərbi texnikanı da məhv etdi. Məhv edilən hərbi texnikanın tamamı keçmiş SSRI və Rusiya istehsalı idi. Bu yerdə 1997-ci ildə böyük qalmaqala səbəb olan hadisəyə müraciət etməyi lazım bilirəm. Həmin ilin aprel ayında Rusiya Dövlət Dumasının Müdafiə Məsələləri Komitəsinin rəhbəri Lev Roxlin parlamentin qapalı iclasında Rusiyanın Ermənistana qanunsuz şəkildə 1 milyard dollar dəyərində silah və hərbi texnika göndərdiyini bildirmişdi. Ancaq Roxlin bu açıqlamasından bir il sonra Bağ evində qətlə yetirilmişdi. Axar az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. Ekspertin sözlərinə görə Roxlinin ifşaedici çıxışı Azərbaycanda da böyük əks-səda doğurdu. Təsadüfi deyil ki, 1997-ci ildə Rusiyaya rəsmi səfər edən mərhum prezident Heydər Əliyev Ermənistana ötürülən qanunsuz silahlar məsələsini qonşu ölkənin prezidenti Boris Yeltsin qarşısında qaldırdı. Rusiya prezidenti də məsələnin araşdırılması məqsədlə ortaq komissiyanın yaradılması haqqında qərar vermək məcburiyyətində qaldı. Ancaq komissiyanın fəaliyyəti nəticə vermədi. Çünki Boris Yeltsinin qərarına baxmayaraq, Rusiya tərəfi məsələni araşdırmaqda maraqlı deyildi. Rusiyanın hazırki prezidenti Vladimir Putin isə 1997-ci ildə Rusiya Baş Nəzarət İdarəsinin rəhbəri idi. Boris Yeltsin Rusiya Müdafiə Nazirliyində Ermənistana hərbi texnikanın göndərilməsi ilə bağlı araşdırmanı məhz Vladimir Putinə tapşırmışdı. Vladimir Putin həmin ildə Kommersant qəzetinə müsahibəsində bildirirdi ki, araşdırmanın nəticəsi olaraq güya o zamanki Müdafiə Naziri Pavel Qraçovun Ermənistana silah və hərbi texnika ötürməsi barədə xəbəri təsdiq olunmayıb. Putin rəhbəri olduğu Baş Nəzarət İdarəsinin araşdırma apardığını və ölkə rəhbərliyinin Ermənistana hərbi texnika göndərməsi barədə qərarının olmadığı qənaətinə gəldiyini demişdi. Bu zaman Putin prezident Boris Yeltsinin 1993-cü ildə münaqişədə olan Azərbaycanla Ermənistana hərbi texnika satışının qadağan olunması fərmanını xatırlamışdı. Buna baxmayaraq, Putin müsahibəsində Ermənistana hərbi texnika göndərilməsi faktını təsdiq etmişdi. O, jurnalistin Ermənistana hərbi texnika göndərənlər bəllidirmi sualına belə cavab vermişdi. Bəli, isimlər mənə bəllidir, ancaq onların adlarını çəkmək istəmirəm. Putin həm də onu etiraf etmişdi ki, Ermənistana hərbi texnika ötürənlər Rusiya Müdafiə Nazirliyinin əməkdaşlarıdır. Belə olan halda Putinin Pavel Qraçovun xəbəri olmayıb sözləri məntiqsiz səslənirdi. Azərbaycanın Rusiyadakı o zamanki səfiri Ramiz Rzayev isə Putindən fərqli olaraq Ermənistana hərbi texnikanın göndərilməsinə Pavel Qraçovun şəxsən qərar verdiyini söyləmişdi.